Məhərrəmlik ay kimlər üçünsə nədir? İbadət ayıdır. Əhl-i sünnət üçün ibadət ayıdır. Allah qadın ən hörmətli aylardan biri məhərrəmlik ayıdır, düzdürmü? Və bu ayda da ibadət var, oruç tutmaq var, aşura orucu. Ən əzəmətli ibadətlərin biri. Lakin elə qövmlər var ki, elə insanlar var ki, onlar bu ayda günah etməklə məşğuldur, günah işlərlə məşğuldurlar. Elələri də var ki, bu günahların ən əzəmətli olan şirk etməklə məşğuldur. Məsələn, görürsən də bəllidir, məhərrəmlik ayında Hüseyin radiyallahu yada düşür. Görürsən, gedirlər onun məşhədinə, orada Allah şərik qoşurlar, onu çağırırlar, mədəd umurlar, ona görə əzadarlıq eləyirlər. Yəni, təsəvvür elə, mən bu millətə yazım gəlir, yəni bu cür insanlara mən yazım gəlir. 11 ayı Allaha aşı olurlar. Bir gün gələndə Hüseynə görə iman gətirirlər. Yəni, o problemdir. Söhbət Hüseyni sevib sevməməkdən gedmir. Əlhəmdə əhl-i sünnət Hüseyni sevir. Əhl-i beyti sevirik. Hüseyn də əhl-i beytdəndir. Yəni, əhl-i beyti yalnız iman əhli sevər, münafiqlər onlara nifrət edər. Həmçinin sahabələr də elə, iman əhli sahabələri sevər və nifaq əhli isə onlara nifrət edər. Əlhəmdə biz də əhl-i beyti sevir, amma görürsən, bəzi insanlar var, Allah islah eləsin. Yəni, halları çox qəribədir. 11 ayın əksəriyyətini Allah asi olurlar. Lakin məhərrəmlik ayı gələndə iman əhli olur, mömin olurlar. O da kimin üçün? O da Hüseynə görə. Yəni, sanki Hüseynə iman gətiriblər, Allaha yox. Deyir, yox, günah eləmək olmaz bu ayda. Niyə? Məsələn, Hüseynə görə. Hüseynə görə yox, Allah üçün günahdan çəkinmək lazımdır. Aşura günü gələndə 10-cu günü məhərrəmliyində hamısı nə olur? Sanki müsəlman, İslam yadlarına düşür. Halbuki İslam sizin kimi də deyil, etdiyiniz kimi də deyil. İslam demir belə elə, kiməsə görə günahlardan çəkin. Hamısı Allah üçün olmalıdır. Necə ki, həcdə gedəndə Allah üçün gedirsənsə, Ramazan orucunu Allah üçün tutursansa, qardaş, məhərrəmlik ayı da Allaha aid olan bir aydır. Allahın haram aylarının biridir və bu ayda oruç tutmaq var, mübarək bir ibadət var. Bu da Allah üçün olmalı. Yoxsa bunlar Hüseynə görə, kimisi tövbə edir, Hüseynə görə zəncir vuranlar, Hüseynə görə baş yaranlar, Hüseynə görə palçıqda yəni, gəzənlər, eşələnənlər, görürsən hallarını Kərbalda, palçın içində yəni, ora-bura yuvarlanır. Nə bilim, it kimi sürünənlər, görmürsən hallarını, çox qəribə halları var. Yəni bu, subhanallah, cahiliyyət dönəmdə işin belə eləməyib bəlkə də. Yəni Məkkə müşrikləri yəni, belə eləmirdilər, heç onlar da belə eləmirdi. Belə hala düşmürdülər. Onların halları çox acınacaqlıdır. Hamısı kimin üçün? Hüseyin üçün. Allah da vallahi belə ibadətə qəbul eləmir. Nə qədər desələr ki, biz əhl-i beyti sevirik, Hüseynə görə edirik, qardaş, vallahi Allah belə ibadətə qəbul eləmir. Deməsinlər ki, Allah bilən məsləhət. Belə şey yoxdur şəriətdə. Yəni Allah Taala insanları heyran içində buraxmayıb da, gör hansı olar, Allah bilir. Belə şey yoxdur şəriətdə. Allah Taala bəlli eləyib yolu. Peyğəmbər sallallahu əleyhi və səlləm yolu açıq aydın, günəşdən də aydındır. Yəni burada artıq Allah məsləhətdir. Allah bilən məsləhət söhbəti keçmir burada. Yol bəllidir. İslamın yolu birdir, bəllidir. Allaha həmd olsun. Peyğəmbər sallallahu əleyhi və səlləm hər şeyi açıq aydın bəyan eləyib. Gizlin bir şey yoxdur. Qardaş, ayaq yoluna getməyi belə sənə öyrədib. Peyğəmbər sallallahu əleyhi və səlləm. Yemək yeməyi belə sənə öyrədib. Deyirsən, digər ibadətləri öyrədməyib. İslam dinində, şəriətdə belə yol yoxdur. Heç əhl-i beyt də belə eləməyib. Vallahi eləməyiblər. Peyğəmbər sallallahu aleyhi və səlləm zamanında məgər şəhid olanlar olmayıb? Olub. Allah Rəsulü kimin üçün belə mərasimlər keçirib? Öz zamanında sahabələr kimlər üçün belə mərasim keçirib? Heç bir eləməyib. Biz əhl-i beyt belə Hüseyin üçün belə şey eləməyib öz zamanında. Bəli, ağlamaq gəlib, ağlayıblar və s. kədərləniblər, qəm qüssə. Lakin belə şey eləməyiblər. Qardaş, bunların əsası yoxdur. Yəni Hüseynə görərsənsə, bunu Əli üçün də elədi. Əli şəhid olmayıb. Həsən də öldürülüb də, düzdürmü, zəhərliyib öldürüblər də. Və digər əhl-i beytin digər nümayəndə, o qədər indi belə olub ki, Həmzə əhl-i beytdən deyil ki, Peyğəmbər sallallahu əmisi olub. Və digər sevdiyi sahabilər var ki, onlar da işgəncə ilə öldürülənlər olub. Hansı biri üçün bax belə mərasimlər keçirilib, heç biri üçün. Yəni bu əqidə elə bir əqidədir ki, bu şiə rafizə əqidəsi. Bunlarda bidət anlayışı yoxdur. Yəni desən ki, bidət nədir sənə görə? Çətin bir şey saya. Yəni bunların ibadətlərində bidət yoxdur. Və görürsən, bu günlərdə də Hüseyin deyib çağırıb, Kərbala gedib ona dua edirlər. Ona gedir ki, dua böyük ibadətdir. Allahın haqqıdır. Bunlar başa düşməlidir ki, bunlar şirkdir. Bugün Hüseyin deyib qışqıra gedirlər. Kərbala və digər məşhədlərə gedirlər. Qumdur, Məşədi və s. yerlər var. Adları sonra Məşədi olur, biri Kərbəla olur, biri nə olur? Qardaş, vallahi bunlar hamısı şəriətdə bidətdir, xurafatdır və heç birinin əsli yoxdur, heç birinin. Bu günlərdə etdikləri ibadətlərin ümumiyyətlə əsli yoxdur. Nə əhl-i beyt bu ibadət edib, nə Peyğəmbər sallallahu əleyhi və səlləm, nə ki onun sahabələri. Zəncir vurmaqdır, bel baş yarmaqdır, nə bilim, al qana bolanmaqdır. Bütün məhəccin nəcasət edirlər, qanı bunlara görə nəcasətdir. Getdilər, bütün hər yer nəcasət. Kərbəlanın nəcasət günə qoydular.
Edirsiniz, qan necasətdir. Nə düz günə qoydular Kərbəlanı qardaş? Hər yer qandır. Baş yarmaqdan, bel yarmaqdan. Qadınlar küçələrdə sırayla belə elə bir sinə döyə-döyə. Vallahi bu hansı ibadətdir? Qardaş, bunu sahabələr vallahi eləməyiblər. Sahabə qadınlar eləməyib. Peyğəmbər sallallahu əleyhi və səlləm zövcələri, qızları bu şey eləməyib. Sahabə qadınlar belə şeylər eləməyiblər kiminsə yasına görə. Hər hansı bir insan şəhid olanda vallahi belə şeylər eləməyib. Mədinənin küçələrində gəzib dolaşıb, qardaş belə sinə döyməyib qadınlar. Qadınlar həssas yerdir. Qadının yeri evdir, qardaş. Müəccədə görsən, hətta çox müəccə geyib gəlməyi də bəyənilmir. Niyə? Ən əfsəl namaz qadın üçün hardadır, qardaşım? Evində nə qədər küçədə az görsəniz, bir o qədər şər, xata, bəla az olur. Qardaş, bunlar bütün qadınları çöllərdə. Sinə döyür, baş yarır, nə bilim, baş yaranlar da var. Zəncir vuranlar, bu hansı ibadətdir, qardaş? Buna dəlil nədir ki, bunların ibadətdən mən bilmirəm, qardaş. Hardan çıxardıblar? Təbii ki, şeytandandır, kimdən olacaq? Sən özünə əvvəlkərə bax da, madem icazəlisə, qardaş, bunu Əli üçün dediyim də. Həsən üçün elə, Həmzə üçün elə və digərləri üçün elə də gəl icazəli. Xüsusilə Hüseyni xüsusiləşdirmişsiniz bu ibadətdə. Yaxşı, bunun üçün aşır etsən, o birisi də hansı gündə şəhid olubsa, onun üçün bir digər günü qeyd edə. Ona görə onda il boyu yas keçirəsən. Nə qədər şəhid olanlar olub. Yoxdur, bunun etdiyi bu ibadət əsası yoxdur, hamısı xurafatdır. Və dediyim kimi, 11 ayın hamısında asidir, Allaha asidir. Bu gündə gəlib Hüseynə görə müsəlman olur. Bəs Allah Teala kitabında demir: "Və mə xalaqtul cinnə vəl insə liya'budun." Və mə xalaqtul cinnə vəl insə illə liya'budun. Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yarattım. Demədi Hüseynə, Həsənə, Əliyə, Məhəmmədə, mələklərə, İsa'ya və s. xeyr, peyğəmbərlərə. Buna görə demədi yaratmışam. Yalnız mənə görə. Allah özü üçün deyib yaratmışam. Mənə ibadət etsinlər deyə. Sən 11 ay Allah aisi ol, bir gün Hüseynə görə müsəlman ol, öz aləmində, mümin ol. Vallahi Allah qəbul eləmir bu şeyləri. Əmin olsun, Allah bilənməzsə söhbəti burada keçmir. Vallahi qəbul eləmir. Çünki bidətlər Allah qəbul eləmir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, "Mən əhdətə fi əmrinə hədə." Kim bizim bu dinimizdə yenilik eləyərsə, bu işimizdə, bu ondan qəbul olunmaz və rədd olunur. Rədd olunur, sahibinə rədd olunur. Allah Teala bu cür ibadətləri qəbul eləmir. Bunların bu yürüşlərini, buradan nəm ərbəyinlər dillər, gedirlər, gəzərək, nəm niyyət edir və s. Bu heç birini Allah qəbul eləmir, yadıb biləsən. Çünki şirklərlə, xurafatlarla, bidətlərlə dolu bir mərasimlərdə Allah qəbul eləmir. Hüseyniyələrdə çılpaq bədənə sinə döyürlər. Ya Fatimə, ya Zəhra deyə hətta o bədənlərə sinə döyür. Qardaş, bu hansı ibadətdir? Bu harada gəlib, qardaş? Kim eləyib bunu, ay qardaş? Kim eləyib? Əhl-i Beytdən kim eləyib, qardaş? Lüt bədənə yığışırlar Hüseyniyələrdə. Bunların əsli hardandır? Yoxdur, vallahi yoxdur. Bəlkə söz mənbələrində də yoxdur. Əksinə öz mənbələrində nə qədər rivayətlər var ki, imamlarından. Üz cırmaqdır, sinə vurmaqdır, şüvən qoparmaq qadağandır. Öz mənbələrində belə var, bu haqda qardaşa çox danışıblar. Doludur rivayətlər. Ki, Allah belə şey qəbul eləmir. Görsən, ibadəti, duanı Allahdan başa yönəldib, Hüseyin çağırır, Hüseyin deyə ziyarətə gedir.